Salam, xoş gördük hər birinizi. Birinci sual, ikinci sual aydındır. Sonra üçüncü sual aydındır. Dördüncü sual aydındır. Beşinci sual. Gəlin baxaq, beşinci sualda necə yazmışıq? Beşinci sualda sahələri verilib. Qırmızının sahəsi 9-dursa, onda tərəfi nəyə bərabər olacaq? 3-ə. Qara kvadratın sahəsi 25-dirsə, tərəfi olacaq 5. Mavinin də tərəfi nə qədər olacaq? 7, çünki sahəsi 49-dur. İndi bizdən bu fiqurun perimetrini soruşur. Əvvəlcə nə edirsiniz? Kənarlara boyunca getməlisiniz. Bilirəm ki, mavinin tərəfi 7-dir. 7 yazmışıq. Sonra gəlirsiniz, burada ilişirsiniz. Düzdür? İndi bunu hardan biləsiniz ki, bu ortadakı nə qədərdir? Baxın, buradan düz xətt çəkirəm. Bilirəm ki, kvadratın tərəfi 3-dür. Bura yazdım 3. Bura qədər də düzdür. İndi yuxarı nə qədərdir ümumilikdə? 5-dir. İndi aşağı nə qədər qalır? 2. 2 isə 3 gələndə 5 eləyir. İndi buradan bir dənə yenə də köməkçi xətt çəkirəm. Bu kvadratın tərəfi ilə mavinin tərəfi bərabərdir. Yəni bura olur nə qədər? 5. İndi aşağı nə qədər olmalıdır? Ümumi 7 olmalıdır. Nə qədər qalır? 2. Ona görə 2-ni buradan tapmışıq. Sonra 6-cı sual. Burada hansı qayda ilə gedib? Məsələn, birinci şəkildə 4 dənə nə var? Çubuq. İkincində 12 dənə saya bilərsiniz. Üçüncündə 24 dənə. Görün, bunu hansı düsturla düzəldirlər? Yazıram bu düsturu siz üçün. 2 vurulsun n üstə gəlsin 1. Bu qayda ilə tapırsınız. Sonra 7-ci sualda heç bir çətinlik yoxdur. Sadəcə burada diqqətli olmaq lazımdır ki, variantlarda kiçik ədədlər verilib. Deməli, onluq mərtəbə kiçik rəqəmlər, təklik mərtəbə böyük rəqəmlər. 10 dənə rəqəm olduğuna görə, 10 dənə hərf olduğu üçün burada sıfırda iştirak edir. Yəni buradan bilirəm. Sonra 8-ci sualda. 8-ci sualda da birinci şəkili görürsünüz də. Tərəfinə y vermişəm. Uzunluğuna da x vermişəm. Tərəfləri toplayırsınız. Perimetri 56-dır. Bizdən də mavinin sahəsini soruşduğuna görə mavinin sahəsi baxın. Oxla da göstərmişəm. Y ilə x-in cəmidir. Toplayırsınız. 4 dənə x olur. 4 dənə y olur. 8 hardan gəlib? Burada baxın, köməkçi xətt çəkmişəm. Qırıq-qırıq xətlə. Bildirəm ki, baxın, bu 1 dənədir, bu 2 dənədir, bu 3 dənədir. Axı deyir, 3 dənə şəklin köməyi ilə yaradım birinci şəkildən. Bunu aşağı sürüşdürəndə və yaxud da bunu belə deyək də, içəri keçirdəndə, bu hissəni içəri keçirdəndə elə gəlir hara düşəcək? Bura düşəcək, bərabər olacaq da, ona görə 8 olur. Buradan 4-ü mötəzə xaricına çıxartmışam. X-ə gəlsin, Y bərabərdir 56-dan da çıxmışam 16-nı. 16 da 8-dən 8-in cəmidir. Qalır nə qədər? 40. 40-ı da 4-ə böləndə X-ə gəl, Y də 10-dur. Bizə də X, Y-i soruşurdu. Yəni Y üstə gəlsin, Y bu mavinin sahəsinin, daha doğrusu tərəfin uzunluğunu soruşduğu üçün nə qədər olacaq? 10. Sonra 9-cu sualda çətin deyil. 10-cu sual nədir? Əvvəlcə 120-nin 12/5 hissəsini tapırsınız, eləyir 50, satılandı. Bizə deyir ki, umuminin nə qədər? 4/3 hissəsini satılsın. 120-nin 4/3 hissəsi nə qədərdir? 90. 90 satılmalıdır. 50-sini satmışsınız, 90-ı necə satarsınız? 90-dan 50-ni çıxarsınız, 40 qalar. Sonra 11-ci sualda çətin sual deyil, amma bu şərtlə ki, sizin cibinizdəki 100 lira var. Onu keçməməlidir. Məsələn, 70 ilə 40-ı toplasınız, 110 lira eləyər. Düzdür? Axı çox eləyir. Ona görə siz o usulü kitab ala bilməzsiniz. Deyərsiniz, bəlkə 4 dənə fərqli kitab yazıb. Demir, 4-ünü də al. Deyir ki, yəni cibinizdən nə qədər kitaba pulunu çatırsa, o qədər pul xərcləyə bilərsiniz. Sonra
13-cü sual. Bunun da izahını verirəm sizə. Nəticə yazmışam 1. Çünki bazar ertəsi günlər 1 T ilə kassiya pul atır. Çərşənbə axşamı günləri 2 T ilə atır. Bu qayda ilə. Deməli bunlar belə deyək də bir periodda 15 T ilə pul atır. 120 dənə 123 T ilə kassiya pul yığılıbsa, görüm neçə dövr eləyib. 123-ü böldürəm 15-ə. Düşür 8, qalıq da qalır 3. Mənə 8 lazım deyil, qalıq lazımdır. Qalıq 3 qaldığı üçün deməli hara gələcək? Qalığın biri bazar ertəsinə düşəcək, 1 TL'si. 2 TL'si də çərşənbə axşamına düşəcək. Birdən qalıq 4 qalsaydı hara düşəcəkdi? Çərşənbə günlərinə düşəcəkdi. Qalıq 5 də qalsaydı çərşənbə günlərinə, qalıq 6 da qalsaydı hara düşəcəkdi? Yenə də çərşənbə günlərinə. Çünki çərşənbə günləri 3 TL'dir. Çünki 1 TL'si bazar ertəsidir, 2 TL'si çərşənbə axşamı, 3 TL'si nədir? Çərşənbə günlərindən düşür. Birdən qalıq 0 qalsaydı hansına düşəcəkdi? Ən sonuncu hansıdır? Cümə günlərinə. Aydındır? Sonra 13-cü sual. Çətin sual deyil. 14-cü sual. Baxın burada yazmışam rəqəmləri hamısını. Bunu başqa cürdə məsələn qaydasını tapa bilərsiniz. Məsələn 12-dən düzdür? Məsələn 3 ilə başlasınız. 3-dən neçə dənə? 9-a qədər rəqəmdə 9-dan 3 çıxan neçə qalır? 6 dənə. 6 dənə buradan. Baxın yazıq. Belə də tapa bilərsiniz. 1299-a qədər gedəsiniz. Məsələn 4 ilə başlasa neçə dənə olmalıdır? 9-dan 4 çıxan neçə olur? 5 dənə. Bax görürsünüz 1249-a qədər gəlmişik. 1, 2, 3, 4, 5 bu qayda ilə. İndi 5 ilə başlasınız. Neçə dənə getməlisiniz? 4 dənə getməlisiniz. Çünki 9-dan 4 çıxanda, üzr istəyirəm, 5 çıxanda 4 dənə qalır. Bu qayda ilə də həll edib tapa bilərsiniz. Bizdən də 90-cını soruşduğu üçün 26089 oldu. Bunların da cəmi verdi bizdən nəyi? 25-i verdi. Biraz yaxınlaşdırım. Baxın rəqəmlərinə. Görün hansı ədədlər daha doğrusu yazılmalıdır. Sizin gözünüzün qabağınızda olsun. Sonra 15-ci sual çətin sual deyil. 16-cı sual rahat sualdır. Yaxınlaşdırım görə bilərsiniz. Sonra 17-ci sual maraqlı sual idi. Nədir? Burada daraq verilib. İkisi də daraq alınıb. Amma ki, burada diqqətli olmalısınız ki, tanimdir kimdir? Onun darağının dişləri nazikdirlər. Nazik olduğu üçün də onun dişlərinin sayı çox olacaq. İndi mənə nə deyir ki, bir darağın dişi iki diş arasında qalan məsafə. İki diş arasında qalan məsafə haradır? Baxın burada. Yəni bura A olsa, burada A olacaq. Ümumilikdə 11 dənə diş yoxdur, saysız 11 dənə diş. Onda 11 dənə diş varsa neçə dənə ara var? 21 dənə ara var. İstədiyiniz qiymət A-ya istədiyiniz qiymət verə bilərsiniz. Amma mənə şərt nə deyir? Deyir ki, tanemin aldığı daraq bir dişinin eni ilə iki diş arasındakı məsafəyə bərabərdir. Məsələn, biri A olsa, o birisi də A olacaq. Amma burada fikir verin. Selmanın darağındakının 5də 1-ni təşkil edir. Yəni A-nın 5də 1 hissəsi nə olur? A bölünsün 5. Burada niyə görə 2 dəfə toplamışam? Çünki axı ümumi məsafə necə tapırıq? Bu hissəni belə deyək də. Baxın, bu hissə ilə bu hissəni birləşdirəndə, baxın, bu ümumi xəttin uzunluğunu verir də. Hər dəfə axı buranı saymırıq. Fikir verin. Ya bura A-dır, düzdür? A. Axı mən buranı saymıram. A-yı bura yazıram da. Buranı olduğu üçün bura bərabər olur da. Ona görə toplayıram. Görün 5də 2 hissəsi 21 olan ədəd hansıdır? 52,5. Düzdür? Bəs 0,5-i niyə görə gəlmişəm? Çünki həmişə belə deyildi, adı məsələn ağac aralıqlarda
aradan dirək sayı çox olmurdu. Çünki belə deyək də darağın başlanğıcı var, sonu var. Amma ara belə deyək də dirəklər arasında olur da. Ona görə 0,5 gəlirəm. Çünki 0,5-də 1-i bölürsüz 5-ə 0,5 düşür də. Burada istədiyiniz bir ədəd verə bilərsiniz. 53 dənə buradan dişi olacaq darağın. Sonra 18-ci sualda problem oldu məncə. 154-dür burada. Tutaq ki, A-nın payına düşən X-dir, B-nin payına düşən Y-dir. A-nın əvvəldə 3də 1-ini tapırıq, qalır nə qədər 3də 2 X-i. Sonra axı yenə də tülkü razı olmuyor. Tülkü yox, tülkü nəyinə lazımdır ki? Nə qədər pendir olsun, o qədər yesin də. Obrisi kimidir? San. San razı olmayıb, axmaqlıq eləyib. Deyib ki, bərabər deyil. Ona da pendirin yeyib, 3də 1-in. Əvvəlcə A-nın yazmışam burada. 3də 2 buradan yeyib. Sonra yenə də 3də 1-i. Nə qədər eləyib? 9-da 4 X-i qalıb da. Sanın da nə qədər qalıb? 5 sanın daha doğrusu. 2 Y bölünsün 100. Bax, bunlar deyir axı, bərabərləşdirib. Bunları bərabərləşdirirəm. Bunların da cəmi nə vermişdi? Bunların da cəmi 30 vermişdi. Yaxınlaşdırıram. Deməli, A-dan nə qədər yeyib? 110. B-dən də yeyib 44. Səhv eləmirəmsə. Bunların da cəmili 154. Sonra 19-cu sual. Yenə dediyim ki, burada nə edirsiniz? Əvvəlcə maksimum ədəddən minimum ədədi çıxırsınız. Sonra bunların arasına baxırsınız. Hər biri 499, 498, bir vahid fərqlənir də. Ona görə həmin vahid fərqləndiyə bölməlisiniz. Məsələn, 2 fərqləndirsəydi, bölərdiniz 1-ə, üzərinə 1 gələrsiniz. 1 nə üçün gəlirsiniz? Çünki burada sonuncu ədəddə daxildir, birinci ədəddə. 30 dənə ədəd var. Yenə ən böyük ədədlə ən kiçik ədəd toplayırsınız, bölürsünüz 2-yə, vurursunuz sayına. Burada ixtisar aparmışam. 30-dan 2-ni, hər ikisi 2-yə gedəndə yuxarıda qalır 15. 470-dən 499 toplamışıq, vurmuşuq 15-ə. Sonra 20-ci sual. 20-ci sualda özümdən bir ədəd götürürəm. Tutaq ki, deyək ki, bu divarın sahəsi 60 sm kvadratdır. Santimetr deməyə özümdən nümunə yazmışam. Metr kvadrat desək daha doğru olar. Bu qayda ilə. Ceyhundur, kimdir? 12 saata görürsə, görək bir gündə nə qədər, bir saatdə nə qədər sıvaq vurur. 5 sm kvadrat. Metr kvadrat deyək. Berkaydı kimdir? Berkay. Berkayda 15 saata görürsə 60-ı bölürsünüz 15-ə. 1 saatda 4 sm kvadrat. 3 saat kim əvvəl başlayıb? 3 saat Ceyhun. Düzdür? Ceyhun 3 saat nə qədər eləyir? 105-in 15 nə qədər qalıb? 45 sm. İndi bunu da neçə saata görüb? 9 saata görüb də. Düzdür? Çünki bunu 9 saata. İndi 9-u da 4-ə vurmuşam 36 sm kvadrat. Bunu kimdir? Berkeley Ceyhunun rənglədiyin rəyləyir də. Bizə indi nə qədərsi rənglənməyib? İndi 60-dan da çıxırsınız 36-nı, qalır nə qədər? 24. İndi hissəsini tapırsınız. 24-ü bölürsünüz 36-ya, bu da elə 3də 2. Əkizlərdir, bu da yanlışdır. Ümumiyyətlə, yaş məsələsi heç vaxt bir insanın deyə bilmərik ki, 4,5 yaşı, nə bilim 5,5 yaşı natural ədəd olmalıdır. Sonra 22-ci sualı burada sizə izah edəcəm. Burada diqqətli olmaq lazımdır. Demir ha, kubu. Deyir ki, kvadrat rənglənə bilər. Məsələn, ortaq nöqtələri hansılardır? Burada baxın, bu kubu rəngləyirsiniz, düzdür? Bu kvadrat deyil, kub demir. Bax, çaşmayın. Burada məndə deyəsən biri elə yazmışam, heç bilinmir. Bax, bunu rəylədik, düzdür? İndi bunu rəyləyə bilməzsiniz. Bunun ortaq təpəsi var. Və yaxud da buranı da rəyləyə bilməzsiniz. Buranı rəylədik, düzdür? Sonra köçürəm, buranı da rəyləyirəm. Buranı rəyləyə bilmərik. Rəyləyə bilərik, amma maksimum eləməliyik də. Onda buranı rəyləyirəm.
Sonra baxın, əgər buranı rəyləsəydim, buranı rəyləyə bilməyəcəkdim. Eyni zamanda buranı rəyləyə bilməyəcəkdim. Sonra buranı rəyləyə bilməyəcəkdik. Onun üçün nə edirik? Elə rəyləyək ki, maksimum olsun. Sonra gəlirik buranı rəyləyirik. Buranı rəyləmişiksə, buranı rəyləyirik. Kvadratı. Sonra buranı rəyləmişiksə, onda buranı rəyləyəcəyik. Düzdür? Buranı rəyləyə bilmərik. 4-ü yazmışam, buranı rəyləmə olmaz. Buranı rəyləyirik. Sonra bunun xaricini rəyləyirik. Düzdür? Buranı da rəyləmə olar da. Rəyləyirik. Sonra baxın, ortaq təpəsi. Buranı rəyləmək olmaz. İndi baxın. Bunu rəyləmişsinizsə, bunun qarşısındakını rəyləyəsiniz. Bunu rəyləmişsinizsə, bunun qarşısındakını rəyləyəsiniz. Bunu rəyləmişsinizsə, bunun qarşısındakı budur da, bunu rəyləyəsiniz. Düzdür? Buranı yox ha, bu üzün. O tərəfdən baxanda o üzü rəyləməlisiniz. Sonra tutaq ki, bunu rəyləmişsinizsə, bunun qarşısını rəyləməlisiniz. Bu rəyləməlisinizsə, bunun qarşısındakı rəyləməlisiniz. Bir üzdə nə qədər görürsünüz? 1, 2, 3, 4, 5, 6, 7. 7 ilə də bunun qarşısındakı olacaq. Nə olacaq? 7 üstə gəlsin 7. Nə olacaq? 14. Bu da oldu D variantı. Belə deyim. Bax, yenə deyirəm. Ortaq təpəsi. Məsələn, bunun ortaq təpəsi olacaq da, bunu rəyləsiz, bu ucu rəyləsiz. Bununla bu ortaq təpəsi olacaq. Ona görə rəyləmək olmaz. Rəylədiklərim də dairəyə aldıqlarımdır. Ora rəqəmlər yazılıb, səhv yazılıb. Nəsə gözündən qaçıb yəqin. Amma fikir verin. Neçə kvadrat rəylənə bilər? Demirəm, kub. Siz kubun normalda 6 yüzü var. Siz fikirləşərsiniz ki, məsələn, bunu rəyləmişiksə, bunu o deməkdir, hamısını rəyləyir. Yox, bizə deyir ki, kvadrat. Kvadratın biri də bütün tərəfləri bərabərdir. Yəni kvadratın kub kvadrat deyil. Ona görə. Sonra 23-cü sual. 23-cü sualda nə deyir? Bir həftə 7 gün deyil. Bir ildə 52-ni vurası 7, 364 gün eləyir. Biz sayılan günlər 4 gündür. Sayılmayan günlərdə nə qədərdir? 3 gün. İndi 7-də 4x-i 20 olan ədədi tapmalıyıq. 7-də 4x-i 20 olan ədəd 35-in 7-də 4 hissəsi nə qədər eləyər? 20 eləyər də. Çünki nəyə görə? Çünki 7-də 4-ü 20 idilər. Çünki axı deyir, 3 günü saymır da. Şənbə günü, bazar ertəsini. Bir də hansı gün idi? Şənbə, bazar ertəsi. 3 günü saymırsa, deməli, həftədən 7 gün deyil, 7-də 4x 20 olan ədədi tapma hansı bu deyilir? 35. Sonra 24-cü sual, bunu sizə izah edəcəm. Xoşum gəldi bu sualdan. Mən bunu praktiki izah elədim. Gəlin baxın. Tutaq ki, hovuzun həcmi yazmışam buraya. 180 desimetr kubdur. Deyir, hovuzun 1/3 su ilə doludur. 180-ın 1/3 hissəsini tapırsınız. 180-ın 1/3 hissəsi nə qədər eləyir? 180-i vurasınız 3/1-ə, 180-i bölürsünüzsə vurursunuz 1-ə. Nə qədər? 60 desimetr kub. İndi yağış yağır. 120 litr desimetr kub vurur. Düzdür? Deyir, neçə saata doldurur bunu? 1 saata. Düzdür? Görün, 1 saatdə 120 desimetr kub vurursa 1 saatdə yağış. 1 saat 60 dəqiqə deyil. Görək 1 dəqiqədə nə qədər su vurur? 120-ni bölürsünüz 60-a 2 desimetr kub su vurur saatda. Düzdür? Bizə nə deyir? Deyir, normal günlərdə, yəni yağış yağmasa, hovuzun yarım saata boşalırsa, hovuzun həcmi nə qədər idi? 180 desimetr kub deyil. Bunu yarım saat nə qədər? 30 dəqiqə.
Görün 1 dəqiqədə nə qədər boşaldı su. Yağışlı günlərdə yox ha, adi günlərdə, günəşli günlərdə. 6 desimetr kub, düzdür? Mənə nə deyir ki? Deyir ki, 1 saatdan sonra nə eləyir? Daşmağa başlayanda belə deyək də, kran açır. Kran açır və yağış da yağır, düzdür? Sonra 38 dəqiqə, neçə dəqiqə idi? 36 dəqiqə tamamilə boşalır. Yəni hovuzda heç bir su qalmır. Normalda belə deyək də, gəlin normal kimi başa düşək. Normalda 6 dəqiqə nə eləmirdi? Boşaldırdı, düzdür? 6 dəqiqə. İndi 6-nı vurursunuz, 36 dəqiqəni vurursunuz 6 edir, 216 dəqiqə. 216 desimetr kub. Düzdür? Axı hovuz 120 desimetr, 180 desimetr kub tutmurdu. Onda nə qədər artıqdır? İndi çıxarsınız 216-dan çıxarsınız 180 desimetr kubu, qalacaq nə qədər? 36 desimetr kub. Düzdür? İndi bunu bölməlisiniz 2-yə. Çünki yağış görək bunu neçə dəqiqə doldurub? 1 dəqiqədə 2 litr vurur da. 36-nı da bölürsünüz 2-yə. Nə qədər düşür? 18 dəqiqə. Əvvəl 1 saat oradan idi. İndi 18 dəqiqədə buradan nə qədər eləyir cəmi? 68 18 bu deyir 78. Bununla da bitdi. İnanıram ki, faydası oldu.